uşaqlarla, onların dəyərli valideynləri ilə, yeniyetmələrlə, yetişkinlərlə çalışıram. Təşəkkür edirəm sizə. Minnətdaram ki, bu gözəl, həssas, dəyərli və bir o qədər də əhəmiyyətli mövzu ətrafında müzakirə üçün məhz məni seçmisiniz, məni dəvət etmisiniz və bundan mən ancaq və ancaq qürur duyuram. Və düşünürəm ki, bu müzakirə bir çoxları üçün faydalı olacaq. Bu istiqamətdə də əlimizdən gələni edəcəyik. Sualım belədir ki, valideynlər nə zaman övladlarına maarifləndirmə məsələlərinə başlamalıdır? Hansı ki, onlar öz parta yoldaşları ola bilər, şüşədə gördükləri dostları ola bilər ki, onları kənarlaşdırmasınlar, hər zaman onlarla birlikdə oynasınlar. Yəni fərqli dişləri nə vaxt mənimsəməyə başlamalıdır uşaqlar? Bu üzərində valideynlərə çox yük düşür, həmçinin məktəblərdə də müəllimlərə. Nə zaman bu proses başlamalıdır, necə olmalıdır sizcə? Əlbəttə, toxunaq bu hissəyə də çox vacib nüansdır. Belə deyim də, artıq uşaqlar ki, özlərini dərk edirlər, özlərini tanıyırlar. Artıq bilirlər ki, və hansı cinsə aid olduqlarını, qız, oğlan. Yəni bu yaş 2 yaşdan sonra hardasa başlayır. Və bu dönəmlərdə artıq özünü tanıdı və özünü digərlərindən ayırır. Anasına bunu mən vurğulamalıyam. Yəni empatiya quraraqdan yanaşmalıyıq birinci növbədə. Onu yəni sözdə yox, davranışımızla, əməlimizlə göstərməliyik ki, yəni bu mümkün bir şeydir və hər kəsin başına gələcək bir şeydir. Öz səmimiyyətimizlə, amma dediyim kimi yalan səmimiyyət ya da sözdə olan davranışlarla yox, bunu göstərməliyik. Və düşünürəm ki, bu cür situasiyalarda, bu cür durumlarda istənilən halda bilirəm ki, yəni bizdə hər birimizdə emosional zəka, empatiya inkişaf etsin və fərqində olaq və doğru şəkildə yanaşmağı istəyək. Əsas məsələ belə. Çox sağ olun Nərmin xanım. Təşəkkür edirəm. Mən Sarılalım. Sağ olun. Sağ olun.